Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir 3 sual məsələsi var idi. Verilib BA 700 bal 3 sualdır, BK təmbirandır. Həmçinin AK-nın 3, KC-nin 5 olduğu verilib. Baxın, təmbiran xassəsinə görə BK təmbiran çəkib. AK 3-dürsə, demək BA tərəfi olacaq 3K. Həmçinin KC 5-dirsə, BC olacaq 5 dənə K. Düzdür? Pifaqor teoremləri. Hipotenoz 5K-dır. Katetin biri 3K-sə, digər katet nə olacaq? 5 3 varsa demək 4K olmalı. Düzdür? Pifaqor adlarda 3 4 5. Digər katetimiz 4K-dır. Yəni hansı məsafə? AC məsafəsi 4K-dır. 4K-mız da 3-dən 5-in cəmi, yəni 8-ə bərabərdir. K neçə olar? K bərabər 2 imiş. K 2-dir. Bizim B A tərəfimizdə də 3K, yəni 3 vur 2 6. Bura oldu 6. AK məsafəsi də verilib nədir? 3-dür. Deməli bizim axtarılan BK məsafəmiz hipotenuz nəyə bərabərdir? Kök altında 6-nın kvadratına 3-ün kvadratını toplayaraq. Kökün altında 6'nın kvadratı üzərinə gəlsin 3'ün kvadratı. Bərabərdir kök altda 45 da bərabərdir 45 yazıram, 9 vursun 5 kimi. 9'dan kök çıxır 3. Cavab nə olacaq? 3 kök altda 5. Sağ olun.